Salatçı işi var yoldaşlar, salatçı işi. Deməli, bu salatçı işi hardadır? Gəlin onun haqqında sizə məlumat verim. Bu arada fürsətdən istifadə edeyim, qeyd edeyim ki, əmək haqqısı 660 manatdır və iş saatı fərqlidir. Nə mənada fərqlidir? Yəni, belə deyək, günorta saat 3-də artıq siz işi bitirmiş olursunuz. Səhər saat 7-də iş başlayır, saat günorta 3-də bitir. 660 manat da əmək haqqısıdır. Təcrübəlisinizsə, məsuliyyətli və dəqiq işləyənsinizsə, komanda ilə işləmə bacarığınız varsa müraciət edə bilərsiniz bu işə. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yazа bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əlçov adlı kanala. Kanala daxil olduqdan sonra Toğrul Əlçov adlı kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bu qədər sadə. Sağ olun, salamat qalın, işsiz qalmayın.